Fevralın 17'si Bakıda ve Abşeron yarımadasında hava değişken bulutlu olacak, tutulacak. Yağmursuz kesecek. Gece ve akşam bazı yerlerde duman olacak. Mülayim cənub-qərb küləyi akşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Milli Hidrometeorologiya Xidməti bildirir ki, temperatur gecə 4-8, gündüz 15-19 dərəcə isti, atmosfer təzyiqi isə 753 mm civə sütunu təşkil edəcək. Sabah Naxçıvan ərazisində də yağıntı ehtimalı yoxdur. Temperatur 9-11 dərəcə isti olacaq. 17 fevralda əksər rayonlarda hava yağmursuz keçəcək. Səhər bəzi dağ-təyi və dağlıq rayonlarda duman olacaq. Qərb küləyi arabir güclənəcək. Temperatur gecə 5-10, gündüz 19-23 dərəcə isti. Dağlarda gecə 3-8, gündüz isə 13-18 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.